Soruşdunmu, necəsən bugün, necə keçir gün, heç oldu mu? Ürəyin dola, amma dili susa, unutdunmu? Elə bir anda gələm ağlına, heç olmurmu? Yada düşənlər qala yanında. İnsana ən çox təsir edən nədir? Yada düşməməyi, sevilməməyi, dəyərli olmamağı, mən niyə axı yada düşmürəm, axı mən niyə sevilmirəm, niyə mənim varlığım önəmli deyil, niyə mənim varlığım lazım deyil, niyə mən kiməsə hava su kimi lazım deyiləm. Hər birimizin ehtiyacı. Bu ehtiyac nədən irəli gəlir? Gəlin romantizmdən biraz çıxaq, enerjiyə baxaq. Biz kiminsə haqqında danışanda və yaxud da ki, onu təsvir edəndə, yadımıza salanda ona enerji veririk. Və insan bundan güclənir. Seviləndə insanın güclənmə səbəblərindən biri sırf enerjini hiss edə bilməsi, enerji ilə qidalanmasıdır. Ona görə də bir müddət sonra əgər bir tərəf yalnız sevən tərəfdirsə, o sola gedir. Solmağının da səbəbi enerjini başqa bir insana yatırmasıdır. Ayrılandan sonra isə gözəlləşməyə başlayır, yaxşılaşmağa başlayır. Təbii ki, özünü düşünürsə. Nəyə görə? Çünki o artıq yenidən özünü düşünməyə başladı və enerjisini özünə yatırmağa başladı. Əslində hər şey enerjidir. Enerji mübadiləsi səbəbindən dolayı gəlir və hamımızın dərdi, səri sevilməkdir və kimsə tərəfindən enerji almaqdır. Özümüz özümüzə yetəri qədər enerji verə bilmiriksə, bu başqasına ehtiyacımız var deməkdir. Xeyr, biz inkişaf edirik, biz böyüyürük. Ona görə də bizdə fərqli bir enerjilərlə, enerji mübadiləsi olanda biz daha sürətlə böyüyə bilirik, daha keyfiyyətli böyüyə bilirik və rənglərimizin çalarları arta bilir. Özümüzü sevməyimiz, belə deyək, təbii ki, çox dəyərlidir. Amma bizim başqasını da sevməyimiz elə özümüzdən keçir. Biz özümüzü sevməsək, başqasına da yetəri qədər keyfiyyətli bir enerji yatırım edə bilmirik və başqasının da bizə keyfiyyətli bir enerji yatırım etməsinə dəstək ola bilmirik, yəni icazə verə bilmirik. İnsanlar bir-birini sevməsi, bir-birinin həyatının rezonanslarını, frekanslarını, enerjisini artırmaq üzərindən qurulub əslində və insana ən çox ağrı hiss etdirən kiminsə yadına düşməməyi, yəni onun varlığının belə deyək, enerjisinə toxunmamasıdır ki, yəni kimsə bizi düşünmürsə, biz yoxuq deməkdir əslində. Çünki kvant nəzəriyyəsinə görə əgər elə zərrələr var ki, onlara baxanda onlar hərəkət edir. Bəlkə nə isə səhv deyirəm, ola bilər, amma bildiyimə əsasən bu belədir. Çünki bu haqda araşdırmışdım, oxumuşdum, amma biraz ola bilər hansısa detal unudum. Zərrələrə baxanda onlar hərəkət edirlərsə, yəni onlara düşünəndə, onlara o impulsu, enerji verəndə, insanlarda da bu belədir. Onların haqqında düşünülməyəndə əslində onlar yoxdur. Çünki həyat illüziyadır və bu illüziya yalnız beynimizdə təsvir etdiyimiz zaman var olur. Ona görə də bəzən cizgi filmlərində, sehirli filmlərdə Şaxta baba və yaxud da ki, feyalar, hər hansı bir obrazlar deyir ki, uşaqlar bizə inandıqları qədər və inandığı müddətcə var olacağıq. Onlar bizə inanmasalar, onlar bizi gözləməsələr, təsvir etməsələr, oxumasalar kitablarda bizim haqqımızda və yaxud da ki, belə bizim haqqımızda cizgi filmləri olmasa, biz yox olacağıq. Eyni reallıq əslində insanlara və münasibətlərə də aiddir. Biz nə qədər kimisə düşünürüksə, onun var olmasına səbəb oluruq. Ona görə də insana ən ağır gələn bir şeylər onun unudulması və sevilməməsi olur.
Başqa bir səviyyədə isə, məsələn, insanın elədiklərinin çoxu da əslində kökündə sevilməmək qorxusu və yaxud da ki, ona qarşı olan daha öncəki sevginin əlindən alınması və cəmiyyətdən, yəni tayfadan deyək də, qovulmasıdır. Və təəssüf ki, insanda ən heyvani tərəfləri oyadan nüansda sırf insan özünü sevgisiz hiss etdikdə oyanır, daha çox heyvanlaşır deyə bilərik. Çünki insanı ruha yaxın edən, ruhlu edən, canını oyadan və insan edə bilən faktor sevib sevilə bilməsidir. Sevib sevilə bilməsi mən sırf romantik baxımından nəzərdə tutmuram. Bir insan olaraq var olduğunu hiss etmək, var olduğunun bir mənasını hiss etmək, qarşısındakı insana bunu hiss etdirə bilmək, bu çox dəyərli bir enerjidir və insanı var edən, böyüdən, canlandıran enerji də sırf budur. Ən gözəl enerjilərlə bir-birimizə və həyatımıza dəstək olmaq üzərindən enerji dəyişim proqramlarında üzərində işləyirik, öyrənirik və bu həyatı boyu bizə əslində lazım olan bir şeylərdəndir. Bunu videolarla da öyrənə bilərsiniz, dərslərə də qoşulub öyrənə bilərsiniz. Amma həyatınızı keyfiyyətli enerjilərlə dolu etməyi və özünüzün içindəki enerjini gücləndirərək, insanların da enerjisini gücləndirməyi öyrənmək əslində bir bacarıqdır. Yəni bu məni sevmədilər deyə heç vaxt sevə bilməyəcəm və yaxud da ki, məndə bu olmayıb deyə mən də bunu edə bilməyəcəm və s. Travmalardan yola çıxmaq əvəzinə yaşamaq istədiklərimizin fərqinə varıb, bunun üzərində işləyib özümüzə ən gözəlini əslində yaşada bilərik.